İran prezidenti Məsud Pezeşkiyan Azərbaycan prezidenti İlham Əliyevə zəng edibdir. Azərbaycan hakimiyyətinin mediasında prezident administrasiyasının öz internet səhifələrində də indi sizə deyəcəyim bu məlumatları iki ölkə başçısı arasında danışığın detallarını danışmırlar, yazmırlar, gizlədiblər. Amma aydın olubdur. İran Azərbaycanı İsrail üçün öz ərazisindən İrana qarşı istifadə etməkdə ittiham edibdir. Məhz Məsud Pezeşkiyan telefon danışığında İlham Əliyevə deyib ki, bizdə məlumatlar var ki, Azərbaycan İsrailə məkan verib, yer verib, imkanlar yaradıb ki, öz pualarından İrana qarşı istifadə etsin bu döyüş əsnasında, bu savaş müddətində. Azərbaycanı zərbə altına qoymağa çalışan bu cür milli satqınların cavabını vermək, onları yerinə otuzdurmaq lazımdır. Bu Mir Şahinin çıxışına mənim barəmdə İran-İsrail savaşı əsnasında etdiyim video çıxışı münasibət də bildirəcəm. Bunu bir qədər sonraya saxlayıram. Qaydaq İran-Azərbaycan arasında artıq yaranma ehtimalı görünən yeni gərginlikdən. Həqiqətən Azərbaycan İsrailə öz pualarını İrana qarşı istifadə etməkdə məkan mı verib? Bəs Azərbaycan prezidenti nə cavab verib Pezeşkiyana? Azərbaycanın Xarici İşlər Nazirliyi dərhal bəyanat veribdir. Bütün bunlar barəsində danışacağıq. Çox uzun çəkməyəcək. Xahiş edirəm ki, videonu sona qədər izləyin, bəyənin, paylaşın, daha çox insan izləsin. Azad Söz kanalına abunə deyilsinizsə, abunə olun ki, sizdən gizlədilən gerçəklərdən vaxtında xəbərdar olasınız. Azərbaycan hava məkanından istifadə ilə bağlı yayılan məlumatlar araşdırılmalıdır. Deməli, İran prezidenti Məsud Pezeşkiyan İlham Əliyevə dünən 27 iyun tarixində zəng edibdir. İsrail PUA və dronlarının İranı vurmaq üçün Azərbaycan hava məkanından istifadə etməsi ilə bağlı yayılan məlumatların araşdırılmasını istəyibdir. O həm də Əliyevə təşəkkür edib, Siyonist rejimin təcavüzü zamanı göstərilən dəstəyə və həmrəyliyə görə Azərbaycan hökumətinə və xalqına təşəkkür edirəm. İlham Əliyev deyib ki, Azərbaycan hava məkanı İrana qarşı istifadə olunmayıb, Azərbaycan hava məkanına tam nəzarət edir və onun dost qonşuya qarşı istifadəsinə icazə verilmir. Bütün bunlar İranın prezident administrasiyasında İlham Əliyev və Pezeşkiyan arasında olan danışığın mətnidir, yayılıbdır. Amma Azərbaycan mediasında və həmçinin də İlham Əliyevin rəsmi xəbər saytında bunlar danışılmayıb, İran-Azərbaycan münasibətləri, dostluğu və s. yazılıbdır. Amma Pezeşkiyanla İlham Əliyevin əsas söhbəti dilə gətirilməyib, yazılmayıb bizə. Biz həmişə olduğu kimi İlham Əliyevlə, ümumiyyətlə Azərbaycanla bağlı məsələləri başqa ölkələrdən eşidirik. Əgər İlham Əliyev hansısa prezidentlə danışırsa, Azərbaycan mediasından bunu xəbər ala bilmirik ki, nə üçün danışırlar. Başqa ölkənin başçısının rəsmi internet saytında yayılır, biz də xəbər tuturuq. Bu bizim üzr istəyirəm hamınızdan, amma gerçəkdən də bədbəxt edilmiş bir xalq olduğumuzun göstəricisidir ki, bizi öz rəhbərliyimiz saymır və bizə məlumat vermək belə istəmir, adam yerinə qoymur. Qaydaq mövzuya dəyərli dostlar, deməli, bu ittihama cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat verib. Bildirib ki, həmçinin bu məlumatı dilə gətirənlərdən də biri İranın Ermənistanda olan səfiridir və buna qarşılıq olaraq da Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat verib. Sitat: İran İslam Respublikasının Ermənistandakı səfiri Mehdi Sobhaninin güya Azərbaycan ərazisindən İrana qarşı istifadə edilməsi, yəni İsrail dronlarının Azərbaycan ərazisindən hücum həyata keçirməsi ilə bağlı səsləndirdiyi əsassız və təxribat xarakterli iddialarını qətiyyətlə rədd edirik. Bildiririk ki,
Bu iddialar Azərbaycan və İran arasında bir-birinin ərazi bütövlüyü və suverenliyinə qarşı hörmətlə daxili işlərə qarışmamağa əsaslanan münasibətlərə xələl gətirir. Azərbaycan prezidentinin İran prezidenti ilə bu yaxınlarda telefon danışığı zamanı, eləcə də Xarici İşlər Nazirinin həmkarı ilə telefon danışığı zamanı müvafiq qaydada izah etdiyi mövqe fonunda İran səfirinin iddialarını açıq təxribat kimi qiymətləndiririk. Azərbaycan Respublikası onun hava məkanının və ya ərazisinin hər hansı dövlət tərəfindən qonşu İran Respublikasına və ya hər hansı digər ölkəyə qarşı hərbi əməliyyatların aparılması üçün istifadə edilməsi ilə bağlı iddiaları qəti şəkildə təkzib edir. Bu cür iddialar əsassızdır və bu barədə heç bir mötəbər sübut yoxdur. Mənim diqqətimi Xarici İşlər Nazirliyinin bax bu sonuncu cümləsi çəkdi. Bu cür iddialar əsassızdır və bu barədə heç bir mötəbər sübut yoxdur. Xarici İşlər Nazirliyinin bəyanatında sübut yoxdur deyilmir, mötəbər sübut yoxdur deyilir. Belə aydın olur ki, ola bilsin ki, hansısa sübutlar, məlumatlar Azərbaycan tərəfinə, İran tərəfindən bildirilibdir, göstərilibdir və bunun araşdırılması da məhz Pezeşkiyan telefon danışığında İlham Əliyevə deyir. Amma Xarici İşlər Nazirliyi və Azərbaycan rəsmi şəkildə dövlət olaraq bildirir ki, mötəbər sübut yoxdur. Yəni, hər hansısa ortada sübut kimi qəbul oluna biləcək məlumat var, fakt var. Bu faktı da elə-belə bir şey deyil ki, prezident səviyyəsində olan, prezident olan Pezeşkiyan İlham Əliyevə telefonunda bunu desin. Ciddi olmasa, niyə Pezeşkiyan İlham Əliyevə bu sözü deyir? Daha sonra İran tərəfindən münasibətlərimizin ruhuna uyğun olmayan bu kimi addımların qarşısının alınması, həmçinin ölkəsini təmsil etməkdənsə mütəmadi olaraq ermənipərəst mövqe nümayiş etdirən səfirin səsləndirdiyi fikirlərlə bağlı lazımi addımlar atmasını gözləyirik. Dəyərli dostlar, çox dərin və müəmmalı məqamlar var. İndi sizin diqqətinizə çatdıracağam. Fransa Kəşfiyyat Xidməti Azərbaycanda hansısa məlumatlara mı sahib olub? Ermənistan tərəfinə və İranın Ermənistandakı səfiri vasitəsilə bu məlumatları diləmə gətirib və nəticədə bu İran dövləti tərəfindən bilinir və Azərbaycana prezident Pezeşkiyan İlham Əliyevə deyir ki, bu araşdırılsın. Yəni bunlar sadəcə sualdır, dəyərli dostlar. Mən bunu fakt kimi dilə gətirmirəm, demirəm ki, həqiqətən də belə bir şey olub. Amma çox düşündürücüdür ki, İran prezidenti bunu dilə gətirir. Bu hansısa İran parlamentinin bir nümayəndəsi, deputatı deyil. Bu hansısa bir İranın hansısa şəhərinin mollası, baş mollası deyil. Əvvəllər belə çıxışları olubdur. Bu İranın prezidentidir. İranın prezidenti Azərbaycan prezidentinə telefon danışığında deyir ki, bu məsələ araşdırılsın. Və İlham Əliyev cavab verir ki, Azərbaycan öz ərazisindən istifadə verməyibdir İsrailə, İrana qarşı. Amma dediyim kimi, əvvəlcə öz fikrimi deyim, mən inanmıram ki, nə İlham Əliyev o qədər ağılsız ola ki, yəni açıq-aşkar və rahat şəkildə İsrailə şərait yaratsın ki, öz ərazisindən hava quru və yaxud da su məkanından. İndi dənizə aid olan bəzi ehtimalları da mən səsləndirəcəm. Çünki bunları mən oxudum xarici mediada. Deməli, İlham Əliyev elə ağılsız deyil. Çünki həqiqətən Azərbaycan ərazisindən İrana qarşı İsrailə imkan yaradılmış olsaydı və bu da sübuta yetirilsə, bu iki dövlət arasında böyük çaxnaşmaya, qarşıdurmaya gətirib çıxarar və bu sadəcə söz dəyişmələri olmayacaq. İran Azərbaycana raket ata bilər. İranın o qədər raketi var ki, çoxdur. Boş-boşuna da atırdı. Hətta İsrailə belə boş-boşuna raket atırdı ki, onlardan birisi düşsün. Və Azərbaycanın dəmir qübbəsi yoxdur və hava məkanını qoruyacaq da sistemi yoxdur.
İsrail də Azərbaycana o dəstəyi verməyəcək və çünki özünü tam qoruya bilmədi və o sistemləri Azərbaycana mı gətirib, Azərbaycana dəmir qübbə mi verəcəkdir? Yəni bütün bunları Azərbaycan prezidenti və hökumət əlbəttə ki anlayır və mən ona görə əvvəlki çıxışlarımda da dedim ki, inanmıram və mən mümkün hesab etmirəm. Mümkündür əlbəttə ki, hər şey mümkündür. Amma yəni ehtimal etmək mümkün olmur. Çətin gəlir ki, Azərbaycan öz məkanını versin İsrailə. Təbii ki, bu iddialar İsrail raketləri tərəfindən Təbriz və ətrafının, Cənubi Azərbaycan, Azərbaycanın bu 86 min kvadrat kilometrlik ərazisinə yaxın olan ərazilərinə vurulması İranda şübhələr yaratdı və bu şübhələr də təkcə şübhələr deyil, artıq görünür ki, hansısa məlumatlar var və görsənir ki, hansısa sübutlar da təqdim edilibdir və bu bizə bildirilmir. İran da danışmır bunu, Azərbaycan tərəfi də danışmır, amma Prezident Pezeşkiyan İlham Əliyevə deyirsə, deməli bir hansısa sübut da veribdir Azərbaycan tərəfinə və xahiş edib, istəyib ki, onlar araşdırılsın. Təbii ki, İran öz araşdırıcı missiyasını, komissiyasını Azərbaycana göndərib, Azərbaycanda istədiyini eləyə bilməz, özü araşdıra bilməz. Azərbaycan tərəfindən bunu istəyir. Yəni və sübut da veribdir. Və belə olmamış olmasaydı, niyə? Xarici İşlər Nazirliyinin bəyanatında demir ki, bir mənalı şəkildə inkar edib demir ki, hər hansısa bir sübut yoxdur. Deyir, mötəbər sübut yoxdur. Yəni hansısa bir fakt sübut var, amma o mötəbər deyil. Yəni biz bunu doğru hesab etmirik. Bu keçərli sübut deyil. Düşündürücü sualı. Bəs nəyə görə Ermənistandakı səfirin dili ilə bu dilə gətirilir deyilir? Ermənistanda olan deməli İranın səfiri hər hansısa dediyim kimi o da molla deyil. O da hansısa deputat deyil. O birbaşa dövlətin təmsilçisidir. Mən öz ehtimalımı deyirəm, dəyərli dostlar, çox ciddi məsələlərdir bunlar. Siz bu müzakirəni başqa yerdə əlbəttə ki, görməyəcəksiniz, yəqin ki, görməmisiniz ki, bu detallara varılır. Baxın, bildiyiniz kimi, Fransa ilə Ermənistan çox yaxın müttəfiqdir. Hərbi müttəfiqdir, müdafiə yardımları edir, kəşfiyyat yardımları edir və bu məlumatları hansısa formada Ermənistandakı İran səfirinə Fransa kəşfiyyatı bildirmiş ola bilər. Belə bir məlumatlar. Bəs Fransa hardan xəbər ala bilir? Bilmirim, günüm yoxsa dərd çəkin buna görə. Bildiyiniz kimi, Fransa xüsusi xidmət orqanları illərdir ki, Azərbaycanda onların kəşfiyyatı at oynadırdı. Yəni, istədiklərini edirdilər və diqqət edin, əvvəlki çıxışlarımızın birində, müsahibələrdə Dövlət Təhlükəsizlik Xidmətinə və eyni zamanda Fransanın xarici xidmət orqanlarına birgə kəşfiyyat məlumatları ötürmüş şəxs, Süleymanlı, adı yadından çıxdı, yəqin ki, xatırlayarsınız. Fransa kəşfiyyatına işləyən bir gənc idi, Azərbaycanlı gənc. O da danışdı və həmçinin faktlar da ortaya çıxdı ki, Fransa kəşfiyyatı Azərbaycanda at oynadırdı. Kimə qarşı? Azərbaycanın özünə qarşı yox, İran və Rusiya haqqında məlumatlar toplayırdı. Diqqət edirsiniz? Bax, bu indinin söhbəti deyil ki, aylar əvvəl, 4 ay əvvəl bizim etdiyimiz müsahibədən ortaya çıxan məsələdir ki, həmən Fransa kəşfiyyatı Azərbaycanda İran, Çin və Rusiya əleyhində məlumatlar toplayırdı. Onların kəşfiyyat materiallarını əldə edirdi və buna da Azərbaycanın Dövlət Təhlükəsizlik Xidməti şərait yaradırdı, göz yumurdu. Bunlar danılmazdı, inkar edilməzdi və ola bilsin ki, Azərbaycanda at oynadan Fransa kəşfiyyatı və hansısa məlumatlar əldə edib və bunu özləri dilə gətirə bilmir, bunu birbaşa İrana özü ötürə bilmir və öz müttəfiqi olan Ermənistandakı İran səfirliyinə hər hansı formada ötürür
və bu da dilə gətirilir. Amma bu məlumatlar, bu faktlar da Azərbaycan tərəfinə sonra verilir. Pezeşkiyan tərəfindən dilə gətirilir İlham Əliyevə. Əliyev isə və Azərbaycan Xarici İşlər Nazirliyi bəyanatında bildirir ki, xeyr, bunlar mötəbər sübut deyil. Deməli, hansısa məlumatlar var. Dəyərli dostlar, çox incə məqamlardır, diqqət ediləsi məqamlardır. Amma mən dediyim kimi, bunlar fakt deyil. Mən demirəm ki, belə olubdur, Fransa kəşfiyyatı ötürübdür. Bunlar ehtimallardır, amma reallığa və üst-üstə düşən və daşları yanaşı qoyduqca, üst-üstə qoyduqca oturan mövzudur və ona görə də bunları istədim ki, siz də biləsiniz və Azərbaycan xalqı gerçəkləri bilsin. Belə digər oradan-buradan Mir Şahin kimilərdən eşitdikləri yalanları tirajlamasınlar. Azad Söz kanalı var, doğruları danışan tribuna var və danışırıq. Azərbaycan xalqı da doğruları bilməyə haqqı çatır. Biz nə İsrailin tərəfindəyik, biz nə İranın tərəfindəyik, biz haqqın tərəfindəyik. İran haqq olacaqsa deyəcəyik ki, bəli, haqq budur. İsrail haqq olacaqsa deyəcəyik ki, bəli, haqq odur. Mənə maraqlı deyil. Təbii ki, İsrail dediyim kimi bu dövrdə, bu müharibədə beynəlxalq qanunlara, ədalət prinsiplərinə zidd hərəkət edibdir və başqa bir ölkənin hava və quru məkanına zərbələr endiribdir, raketlər atıbdır və ondan sonra İran da cavab veribdir. Bu öz yerində. Amma bu o demək deyil ki, İran təmiz bir dövlətdir. Ümumiyyətlə, dövlətlərin təmizləri olmur. Hakimiyyətlərin öz xalqlarına təmiz olub-olunması olur. Bunu da deyin ki, biləsiniz. Qaydaq, dəyərli dostlar, Mir Şahinə. Mir Şahin mənim haqqımda nə deyibdi və mən Azərbaycanı, sən demə, zərbə altına qoya biləcək gücün sahibiymişəm. Nə qədər güclüymüşəm, mənim sözümdən xəbərim yox imiş ki. Baxın görə Mir Şahin haqqında nə deyibdi, hansı videoma görə və o videonun əslini sizə göstərəcəm. Zərbə altına qoymağa çalışan bu cür milli satqınların cavabını vermək, onları yerinə otuzdurmaq lazımdır. Bir daha qulaq asın. Azərbaycanı zərbə altına qoymağa çalışan mən Azərbaycanı zərbə altına qoymağa çalışıram, mənim elə bir gücüm var imiş. Yəni mən bir şəxs fərd olaraq Azərbaycanı, bir dövləti zərbə altına qoya bilərmişəm. Və daha sonra bu cür milli satqınların cavabını vermək. Mənim cavabımı vermək. Mir Şahin Ağayev, səndən başqa kim cavab verə bilir? Sizin bütün hakimiyyətiniz gəlsə mənə cavab verə bilməz. Çünki mən haqqam, danışdıqlarımda haqqdır. Siz isə nahaq, batil, oğru, quldur, şərəfsiz yığınsınız. Onları yerinə otuzdurmaq lazımdır. Yerinə otuzdurmaq lazımdır. Mən yerimliyəm. İndi mən nə demişdim mən? Bax, İran sərhəddində Mir Şahinin özünün də mənim videomu paylaşıb dediyi şeydir. İran sərhəddində Azərbaycanlıları vətənə buraxmırlar. Mən bu çıxışı etmişdim və çıxışımda mətni də budur. Görün, mən bununla zərbə altına qoyuram. Mən deyirəm, xarici vətəndaşlara Azərbaycan hökuməti şərait yaradır, öz quru sərhədlərindən, İran Azərbaycan sərhəddindən keçirdir, avtobuslar tutur, yemək içmək verir, dəmdəstgah yaradır, Bakıda otellə təmin edir, sonra təyyarə biletini alır, göndərir öz ölkəsinə, Rusiya, Qazaxstana, Belarusa, İran, Böyük Britaniyaya, Almaniyaya. Amma Azərbaycan vətəndaşları gəlirlər, başına bomba yağan Azərbaycan vətəndaşları gəlir quru sərhəddi ilə, çünki təyyarə yoxdur axı, İrandan təyyarə uçmurdu müharibə vaxtı. Gəlir quru sərhəddimizə, deyir ki, getmək istəyirəm öz ölkəmə də, qayıtmaq istəyirəm. Mən təyyarə ilə gəlmişdim bura, Tehrana getmişdim mən müalicə almağa, getmişdim mən orada əməliyyat olunmağa. İndi təyyarə yoxdur qayıtmağa, ölmək də istəmirəm, başıma bomba yatsın. Qayıtmaq istəyirəm öz vətənimə, qapımı aç. Açmırlar, deyirlər ancaq xarici vətəndaşlar. Bunu dilə gətirmək, bunu danışmaq, xalqın dərdini demək, ölkəni zərbə altına almaqdır. Deməyə sözünüz yoxdur, uluyursunuz ancaq. Baxın, mən nə demişdim, mənim videom nə idi? Hava məkanı bağlıdır və təyyarələr uçmur. Başına bomba yağan Azərbaycan vətəndaşları quru yolu ilə Biləsuvar vasitələrdən vətənə qayıtmaq istəyiblər. Mənə yazırlar ki, Tural bəy Azərbaycanda bərbad səhiyyə ucbatından təyyarə ilə uçub Tehrana gəlmişdik, əməliyyat və müalicə olunmağa. Başımıza burada bomba yağırdı, qayıtmaq istədik Azərbaycana, min əziyyətlə gəldik Əstarıya.
Sərhəddən bizi buraxmadılar. Gördük ki, nə qədər azərbaycanlı qalıbdı qapıda. Dedilər ancaq xarici vətəndaşlar. Biz də indi 700 kilometr yol gedirik, üst tutmuşuq İran-Türkiyə sərhəddinə. Utanın, ölün, yerə girin. Belə hökumət olar. Rusiya və Amerika vətəndaşlarını quru yoluyla İrandan çıxarıb, dəmdəstgahla onları qarşılayırlar, hər şeylə təmin edirlər. Öz vətəndaşları isə qalıbdı yollarda. Söhbət İrandan Azərbaycana təxliyə olunan xarici vətəndaşlardan gedir. Siz bir qədər öncə Rusiya vətəndaşlarının Azərbaycana... Dəyərli dostlar, bax, bundan ibarətdir. Və həmən adamlar, mənə konkret adamlar yazmışdı. Həmən adamlar 3 nəfərdən ibarət olub. Gəliblər, görüblər ki, yəni atasını götürüb gedib, bir də başqa bir tanışı, tərcüməçidir, kimdir. Həmçində özü bir qadın idi. Aparıbdı əməliyyata Tehranda. Müharibə düşüb başlayıbdı, başlarına bomba yağıbdı, yəni əməliyyatı olub qutarıb bir neçə gün xəstəxanada qalmalıymış, müalicəsi olmalıydı, nə bilim və s. Və tələm-tələsik də əməliyyatdan sonra qayıdıblar. Gəliblər tələsik Astaraya. Astara deyib ki, yox, buraxmırıq, sən Azərbaycanlısan, sən ikinci dərəcəlisən. Biz ancaq rusları buraxırıq, biz ancaq Amerikanları buraxırıq, İngilisləri buraxırıq, Qazaxstanlıları buraxırıq, onları hətta yemək-içməyə veririk. Deyib, belə şey olar, mənim öz vətənimə gəlmişəm də. Buraxmayıblar. Deyiblər, get, səfirlikdən bir kağız al, sənəd al, icazə al, zəng edir səfirliyə, hara gedim, mən təzədən Tehrana gedim buradan, bombanın altına gedim mən. Zəng edirlər, zəngləri açmır, qaynar xət yaradıblar güya, yalandır hamısı, işləmir, sıfır. Görüblər, başqa adamlar da var, avtobus tutublar, bir minibüs tutublar, başqa Azərbaycan vətəndaşlarına. Oradan elə sərhəd boyu gediblər, Naxçıvanda da saxlamayıblar ki, Naxçıvandan girək bəlkə vətənə. Çünki deyiblər, eyni yerdir. Gediblər İran-Türkiyə sərhəddindən Maku tərəfə, oradan da keçiblər Türkiyəyə, Türkiyədən də təzədən min xərc, borc xərclə bilet aldırıblar, təyyarənin təzədən Azərbaycana, Bakıya uçublar. Budur da Azərbaycan hökumətinin öz vətəndaşına qayğısı, diqqəti. Dəyərli dostlar, mən verilişin ortasında qeyd etdim. Bəs su məkanı, dənizdən ehtimal varmı ki, Azərbaycanda dronlar İrana qarşı müharibədə iştirak etmiş olsun? Bunlar sadəcə dediyim ehtimallardır və mən heç birinə də inanmıram, amma o demək deyil ki, mən inanmıramsa olub və ya da olmayıbdır. Amma bunlar sadəcə ehtimallardır. Ola bilsin ki, əgər olubsa, sübutlar təqdim. Mən indi bilmirəm, sübutlar əgər bizə xalqa gerçəkləri danışmaq göstərmiş olsaydı, o göstərilən hansı ki, İran prezidenti Pezeşkiyanın Azərbaycan prezidentinə göstərdiyi və bunun araşdırılmasını xahiş etdiyi, o sübut dediyi məlumatlar nədirsə, onu biz bilmiş olsaydıq, onun ətrafında müzakirə eləyərdik. Biz avam yerinə qoyulmuş millət olduğumuz üçün bilmirik, ona görə də danışırıq. Ona görə də ehtimal olunanları danışırıq. Bəlkə də hansısa Azərbaycan və yaxud da bəlkə Azərbaycan deyil, Qazaxstan, Rusiya, bəlkə Türkmənistan, bəlkə hansısa bir ölkədən, hansı ki Xəzər sahillərindən, Xəzər yanı ölkələrdən gətirilib və Azərbaycana yaxın ərazidən o dronlar qaldırılıb və bu İrana qarşı istifadə olunub və yaxud da olunmayıb, bilmirəm. O dediyim kimi məlumatlar bizdə olmuş olsaydı biz bilərdik. Amma bir mənalı mən özüm üçün bir daha altını çaraq vurgulayıram ki, Azərbaycan hökuməti İlham Əliyev bilərəkdən məncə İrana qarşı İsrailə kömək etmiş olmaz. Yəni, bu ağıllı adam bunu etməzdi. Mən demirəm ki, doğru edib, bu olmaz, yanlışdır, bunu etməmək lazımdır. İlham da bunu anlayır, vicdanlı adamdır. Yox, ağıllı adamdırsa bilir ki, o başı üçün ağırlıq yaradar. Bəlkə də Azərbaycan hökuməti heç buna şərait yaratmayıb. İsrailin xüsusi xidmət orqanları, bütün ölkələr, İranı, bütün hava məkanını ələ keçirə bilibsə, İranda özünə çoxlu cəsuslar yığa bilibsə, İsrail, İranın bütün yerlərini bilirsə, öz ölkəsi kimi öyrənə bilibsə, İranın hava məkanını bağlatdıra bilən İsrail Azərbaycanda hər hansı bir kəşfiyyat edə bilməz. Azərbaycan hökumətinin ruhu da ondan xəbər tutmaz. Bəlkə belə şeylər də olub, bəlkə də olmayıbdır. Amma bir daha mən vurğulayıram, Azərbaycan hökuməti
yəni bu məsələlərdə ağıllı davranıb, məncə davranmalıdır. Yoxsa bilir ki, İran oyuncaq ölkə deyil və Azərbaycan prezidentinə, elə ailəsinə böyük təhlükə yarada bilər. Buna görə də mən şəxsən inanmıram ki, Azərbaycan öz quru, hava və yaxud da su məkanını bilərəkdən İsrailə yardım üçün verməyib ki, İranı bombalasın. Hələlik bunları da mən diqqətinizə çatdırmaq istədim. Yəni bəyənin, paylaşın, daha çox insan izləsin. Doğrular Azad Söz kanalında danışılır, göstərilir. Sağ olun.